200 manat, 250 manat maaşla bizim övladlarımızı, bizim özümüzü sınağa çəkirlər. Kimə də nə deyirsən, yəni eşitmir, qulaq ardına vurur. Mənim bu gün burada aclıq aksiyası eləməyimin səbəbi, mən tələb qoymuşam ki, məni demək, yol rəisinin mavini Elirza Süleymanovla görüşdürsünlər, məni qəbul eləsin. Əgər Elirza Süleymanov məni qəbul etməyəcəksə, mən bu aksiyanı sona qədər davam etdirəcəm. Bunlar da ki, deyir, Elirza Süleymanov da yəqin deyir ki, burada mənəm, Bağdadda kör xəlifə prinsipi ilə yaşayır. Yəni, o adam məni adam yerinə saymır. Mən aylardır ona şifahi olaraq xəbərdarlıq, yəni öz ətrafının vasitəsilə söz yollayıram ki, məni xahiş edirəm qəbul elə. Xahiş edirəm qəbul elə. Ellər Muradov məni qəbul edib, verdiyi vədlərin hamısı da puç olubdur. İndi mən bu suyun içində qalmışam, bu suyun içində su üzdən mənə yaxın gəlir, mən də belə qaçıram. Mən burada dayanmaqda israrlıyam. Yəni mənim uşaqlarım acından ölmək təhlükəsi qarşısındadır. Başa düşürsən? Mən 200 manat, 250 manat maaşla dolana bilmirəm, yaşaya bilmirəm. Psixoloji gərginlik var. Başa düşürsünüz? Ay ölkə başçısı, sizdən mən dönə-dönə xahiş eləyirəm. Yüzünüz, siz Əliyar Muradova sizin gücünüz çatmır. Bu necə bir idarədir, necə bir ölkədir ki, Əliyar Muradov elə olubdur buranın Allahı. Yəni biz neyniyək, hara qaçaq, hara gedək, məcburi köçkün olmuşuq, bir dəfə evimizdən qaçmışıq, buradan hara qaçaq, Xəzər dənizinə mi qaçaq, hara getməliyik biz? Getməyə yer yoxdur, ay ölkə başçısı, ay prezident, ay hörmətli İlham Əliyev, xahiş eləyirəm, yardım elə. Sərnişin daşınmada haqsızlıq baş alıb gedir. Bunun nə qədər neçə dəfələrlə prezident aparatına da getmişik, korrupsiya prokurorluğuna da müraciət eləmişik. Baxan yoxdur, bizim bu şikayətlərə baxan yoxdur. Bu xalqı belə yıxıb yerə sürüyürlər əməlli başlı.